Saat deyirdi, Rasim Balayev deyirdi, deyirdi mən simpati için ölüm istəyirəm. Mən simpati için istəyirəm. Ona görə o dərdini heç kimə demirim. Sonradan Rasim Öldü getdi. Kim? Hamıda bir lira bağlı. Ben sonra çok evlendim. Oğlan 19 korkudan evlendim. Sizde ne uşaqdır? Oğlan? Problem yok, şirketi var, tork da var. Allah'ın sağlığı alsın. Her şey gelinde bir soruşuyor. Halkın piyerleri. Evlerden uzaklaşır. Yok ben yaptım. Burada bir telefon görmedim. Ben telefon neredeyim? Bu kadar gidip gelmişler. Daimi saz geliyor. Həmişə belə, həmişə şənliklərdə olasınız. Həmişə belə mehriban olasınız. Xeyirli mövzuda tədbirlərə qatılasınız. Nuş eləyin. Narahat olmayın. Narahat değilim. Allah'ın başını ile sağlık. Çox gözəl. Çox gözəl, tarixi bir gündür. Əlamətli bir gündür. Hamı başını sağlık aşağı narahat olur. Həmişə yeməkdə, içməkdə. Ev ki narahat olmayın deyirəm, heç kim narahat değil. Hamı başını sağlık aşağı yemeğe bakıyor. Boşda qulaq asırıq. Boşda qulaq asırıq. Xahiş edirəm, hamı xahiş edirəm. Çox sağ olun Mustafa. Yaxşı ki, bu sofranı yaratdınız. Xalça yanınıza düşdü, məhlələr. Danışanda elə bilirəm ki, məhlə ilə gedirəm. Bütün məhlələr yadıma düşdü. Anamız, dədəmiz yadıma düşdü. Elədir, elədir. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Sən də sağ ol, sən də həmişə o qrupun bütün o çağırışlarına vaxtında cavab verirsən. O hamısı nəzərimizdə də. Hə, amma deyir çox danışmıram, xoşlamıram, amma deyir çox danışmıram, xoşlamıram, amma hazıram. Çox təşəkkür edirik. Yəni həqiqətən deyirəm ha, çox razıyam. Mən də şəxsən səndən çox razıyam. İndi Əminə danışır. Həmişə belə bir tədbirlərdə olasan, həmişə xeyir işdə olasan. Əminə gedib Oldu. təkcə qalır. Sağ ol. Minnətdarım. Əminə bizim növbəti Tükazı var. Əminə tükaz. Belə deyil. Əminə həm Əminəmiz, həm də tükazımızdır. Gedib dağın döşündə qalır. Biz dağlar olsaq da bu geri dağlar qızı olur. Buyur. Olub dağlar qızı. Əminə ilə mən uşaqlıq dostuyum. Uşaqlıq yoldaşıyıq. Ürəyim o qədər geniş oldu ki, dedim Allah bu gün hardan çıxdı ki, mən Yusuf yada çalıbdı. Yoldaşım gəldi bana dedi ki, Tükaz, səni Yusuf telefonda gördük, getdim danışdım, dedi ki, belə biz şəriət baxmışıq ki, bir-birimizdən görüşək. Dedim, inşallah Yusuf. Nə vaxt istəsən, görüşə bilərik də. Mən də elə çox sevindim, çox sağ olun, Allah köməyinizdə olsun, bu qrupu kim yaradıbsa, Allah hamımızın ürəyici olsun.
Biz Qrupu hamımız yaratmışıq. Hamı yaradı. Sən də yaratmışsan, sən mən yaratmışam, mən yaratmışam. Hamımız yaratmışıq. Sən oğlanla gəldin, sağ ol. Birinci dəfə. Elə valla böyük təşəkkür. çox sağ olun. Elədir. Bu vəziyyətində. Bilirsiniz, deməli, mən nə demək istəyirəm? Yəni, oradan uzaq yerdən, sən o da çağırışımıza səs verirsən, gəlirsən, iştirak edirsən. Sən bu nə deməkdir? Bunu biz səninlə gözləmədiyindən qat-qat çox qiymətləndiririk. Çox sağ olun. Haqqı deyirəm. Bu sədaqətdir, bu etibardır. Valla mən bunu böyük sədaqət, etibar hesab Sizin də edirəm. hamısında ömür uzun olsun ki. Valla bax, o uzaq məsələ. Nə vaxt deyirsən, deyir mən hazıram, təsəvvür edirəm. Yəni o yolu gəlmək, iştirak eləmək. Gör, insanda nə qədər istəyi olmalıdır, öz aramızda da. Gəlib iştirak eləsən. Biz onu çox yüksək qiymətləndiririk. Dağları qeyd elədim. Əminlə mən həm uşaqlıq dostu olmuşuq. Yəni o rəhmətli Tofiq Əmir həyatında uşaqlığımız bir yerdə keçib. Sağ olun. Yadındadır. Lətif, siz yadında qalsın ki, mənim atamla sənin atan mehriban olublar. Bilirəm, hamısı mənə deyiblər onu. Həqiqətən yaxşı olublar. Olublar. İndi orada elə epizod, elə məsələlər var ki, bura yeri deyil. Mən onu deməyəcəm da. Mən deməyəcəm. Bir epizod deyəcəm da, söhbət açılıb deyəcəm. Mənim atamgilin, onlar Ağcabədiyə köçüblər. Evi də veriblər atama. Rəhmətli Allah verib dayı veriblər. Sonra orada uyğunlaşa bilmirlər, geri qayıtmalı olublar. Göründü, atan rəhmətli deyib ki, öz evinizi gəlin sahib olun. Filan qədər güzəştlə şərait, imkan yeri torpağa götürüb veririm. Kim olsun eləməz. O mən rəhmət qalıb, axır kimi deyirdi mənə. Allah o qəni rəhmət eləsin. Ona görə mən də olan bir epizod dedim də mən sizə. Oldu mu? Bu da belə. Sonra yaxşı. Ona göre de ki, bilirsiniz, bu hakikaten de bizim geçmişimiz 50 yıl, 51. yılda biz iki defa burada görüşmüşüz. Ve bu görüş bize çok görün ne kadar təəssürat bağışlayır, ne kadar mehribancılık, ne kadar şirinlik verir bize. Düz indi telefonda da düzdür, grupta danışırıq. Yani biri var indi telefonda eyni kişiden de biri var böyle canlı, mehriban. Danışmanın özünün ayrı bir lezzeti var, ayrı bir təəssürat bağışlayır o. Ya ben arzu edirəm ki, bu təəssüratlarımız bizim Allah canımıza dəyməsin. Elə həmişə belə mehribanlar və yığışaq. Biz yığışdıkça bizim gələcəyimiz də, nə bilim mən o davamçılarımız da bunu gördükçe sevinecek ki, sonunda bunlar görür. Ne vaxtın sonra təzdən görüşürlər. Bunun özü böyük bir, belə deyək də, tarixli bir deyim, sensasiyalı mı deyim, kim necə başa düşür. Bu əsas oldu ki, biz görüşürük və görüşəcəyik də, Allah da bize ömür versin. Çok sağ olun. İnşallah. Sağ ol. Minnettarım ama. Çok sağ olun. Təşəkkürümüzü bildirək. Sağ olun. Uzaq məsafədən gəlirsən. Borcumdur. Yəni, amma elə bir ki, uzaq yaşamaq baxmayaraq, elə bir qonşuluqda yaşayırsan. Bəli. Yəni, bütün hər dəqiqən, hər saniyən bizimlə. Yəni, ürən bizimlə. Ömrüm O güren. dəqiqə kimi reaksiya verirsən, o dəqiqə mən hazır, asıl hərbiçi kimi. Mən hazır. Yəni, o arada təqdimata ehtiyacım yoxdur, yəni biz hərbiçidə anlatırsın. O ağrını, o qalalı günlərdə Afqanistanda döyüşmüş şəxsdir. Yəni, ona çox müxtələşmiş, yaxınlaşmış hərbiçidir. Yəni, Allah canını sağ eləsin. Yəni, hərbi veterandır. O nizam-intizamın qanında, canındadır. O da qrupda özünü o dəqiqə... Lətif hamıdan çox birinci əziyyətin çoxunu Lətif çəkdi. Adam Allahını itirməz. Sonra da maşallah Gülsüm Zenfira Yusufə yavaş-yavaş genişlər. Mən də sevinirəm, həmişə şadam. Necə deyim, elə bilirəm ki, birinci sinifdə oxuyurum. Yox, biraz qaldır yuxarı. Yox, elə bir yaxşı. Uşaq. Valla mən bütün qardaşım kimi, qızları, bacılarım kimi hamınızı çox istəyirəm. Hamımıza uzun ömür, can sağlığı. Yenə bu sözü hamınız deyibsiniz, axırıncı yox, axarıncı olsun. Bir dəfə də inşallah turdan bir Bakıdan qırağa çıxar. İnşallah. Hamınıza can sağlığı arzuyorum. Dedim danışamıram, onda çox danışdım. Mən də lazım
Hayır, sonrasında Danışmağı niye oynamayan? Sərdən dedi ki, onu ağlayıram. Gülsüm zəng elədi ki, Elmira deyir ki, yığışağın. Dedim, problem yoxdur. Dedim ki, belə qrup alınmırsa, gəlin bizə bağa. Dedi, bir ofisiant çağırarsan. Dedim, ofisiantı mən çayçı işləyərəm, siz yığışın söhbət edin. Demişdi, bu bizim bağa gələcəksiniz. Ondan sonra Gülsüm dedi ki, bəs mən harasa gedirəm, Türkiyə gedir deyəsən. Gedim, gəlim, təşkili. Getdi, gəldi, alınmır. Tapamır, qızlar yığa bilmir. Dedim bir qrup yaradaq, Xalisa 75-10A. Dedi, yarat, dedim, bacarmıram. Dedi, axşam qızım gəlsin, dəyəcəm eləsin. Axşam qızı gəldi, təşkil elədi, sağ olsun. Ondan sonra arxası gəldi ta. Bir də gördüm ki, telefona deyirəm uşaqlara ki, ay sən gözəl gəlirdi ki, mən deseydim. Aynen qrupdur. Hamın payı var, hamın. Elə deyirdim, bu bazar mı tez çalsın? İndi sözü verin Mustafa müəllimə. Mustafa dedi da, O bizə fikir söylüyor. Müəllim çıxış eləməlidir da, eləmədi axı. evləndi da. Təbirlə bax. O heç. Onu canlı tutarmaq üçün danışdı. İndi tədbirimiz... Birinci bu təşəbbüskarlara hamısına təşəkkür edirəm ki, o təşəbbüs göstəriblər, qrup söhbətə verdik. Deyirəm ki, bizim millətdə belə bir pis xasiyyət var da. Bir yerdə görən kimi deyirlər, gedək oturaq bir yerdə yeyək, içək, restorana da heç vaxt demirlər ki, gedək teatra, gedək turlara. İndi yaxşı bir fikir səsləndi ki, turlara gedək. Mən o turlarda bir neçə dəfə olmuşam, bir 3 dəfə olmuşam. Çox yaxşı indi Qarabağ turist səfərləri var. Mən istəyirəm. Xankəndi, Şuşa, Laçın var. Sonra bir dəfə işdən getmək istəyir.